İranda müharibədir. Bəs yaxşı, İran əhalisi bunu niyə bayram edir? İllərdir davam edən iqtisadi sanksiyalar, sosial məhdudiyyətlər, insanların sıxışdırılması və s. insanlarda öyrənilmiş çarəsizlik hissi formalaşdırmağa başlayır. İnsanlar çox yaxşı anlayırlar və bilirlər ki, dinc yolla bu sistemin dəyişilməsi mümkün deyil. Bunun üçün də müharibənin baş verməsi bu kontekstdə onlar üçün sistemin dəyişilməsi üçün stimul yaradır. Həmin stimul da onların sevinməsinə gətirib çıxarır. Ümumiyyətlə, psixologiya olaraq İran əhalisi fədakarlıq və şəhadət simvolları güclü olan insanlardır və bu halda onların bu stimulları daha da güclənir ki, müstəqil bir İran qurmaq üçün, şəriətlə idarə olunmayan bir İran qurmaq üçün fədakarlıq etmək lazımdır və şəhadət göstərmək lazımdır. Ona görə də onlar bu hadisələrə pis olmaqdansa bunu İranın müstəqilliyini əldə etməsi üçün bir fədakarlıq kimi görürlər və prosesi daha da gücləndirirlər. Kollektiv katarsis, illərdir insanlarda yığılmış əsəb, aqressiya, travmalar bir nöqtədən sonra artıq partlayış nöqtəsinə çatır və bu formada özünü çölə vurur. İnsanlar müharibənin gətirəcəyi dağıntıdan daha çox mənəvi qələbəyə fokuslanırlar. Bu da beyində təhrif olunmuş illüziya yaradır. Beyin qorxunu dəf etmək üçün reallığı təhrif edir və illüziyalara inanmağı seçir. Və nəticədə nə mi baş verir? İnsanlar müharibə kimi dəhşətli bir hadisəyə sevinirlər.